sarayları bir şəhərin idman ruhunu, böyük yarışların və tarixi anların şahidi olan məkanlardır. Burada təkcə rekordlar və qələbələr deyil, eyni zamanda iradə, güc və əzmkarlıq təcəssüm olunur. Gücün və xarakterin sınağa çəkildiyi bu böyük tikililər azarkeşlər üçün birlik və sevinç dolu atmosfer yaradır. Nəticə etibarilə idman sarayları idman mədəniyyətini inkişaf etdirir, gələcək nəsillərə motivasiya mənbəyi kimi xidmət edir. İdman sarayları təkcə yarışların keçirildiyi məkanlar deyil, həm də bir millətin idman mədəniyyətinin inkişafını simvollaşdıran nəhəng qurğulardır. Hər bir tikili özündə əzm, döyüş ruhu və millətin gücünü əks etdirir. Bu böyük idman qurğuları yeniyetmə və gənclərə idmanın müxtəlif növlərini sevməyə və sağlam həyat tərzinə təşviq edir. Dövlətin idman infrastrukturlarına etdiyi sərmayə ölkənin idman sahəsindəki gələcəyini formalaşdırır. Bu baxımdan Bakı İdman Sarayı böyük idman tədbirlərinə ev sahibliyi edərək ölkənin beynəlxalq arenada tanınmasına kömək edir. Bakı İdman Sarayı dənizkənarı Milli Parkda yerləşir. 1974-cü ildə inşa edilmişdir və 2015-ci ildə tam müasir standartlara uyğun qaydada yenidən inşa olunmuşdur. Yenidən qurma zamanı binanın dam örtüyü, fasadı yenilənmişdir. İşıqlandırma sistemi müasir standartlara uyğun qaydada yenidən qurulmuşdur. Bakı İdman Sarayı müasir memarlığın və mühəndislik bacarığının təcəssümüdür. Təməlindən başlayaraq hər bir detalı nəzərdən keçirən mühəndis və memarlar bu sarayın yerli şəraitə uyğun, yüksək texnologiyalarla inşa olunmasına diqqət yetiriblər. Sarayın geniş zalı, mükəmməl akustikası və müasir texniki avadanlıqları burada hər bir tədbirin mükəmməl keçirilməsinə imkan verir. Yavər müəllim, bildiyimiz kimi Bakı İdman Sarayı həm də şəhərimizin ən gözəl arenalarından biridir, həm də şəhərimizin memarlıq incilərindən biridir. İstərdim burada keçirilən həm yerli, həm də beynəlxalq yarışlar haqqında məlumat verəsiniz. Düz buyurdunuz. Bakı İdman Sarayı Azərbaycanda ən gözəl qurğulardan biridir, komplekslərdən biridir. Həm şəhərin mərkəzində olur. Bildiyiniz kimi burada demək olar ki, beynəlxalq və yerli yarışlar kifayət qədər olur. Son Avropa oyunları, İslam oyunları burada keçirilib. Güləş üzrə Avropa çempionatı olur. Taekwondo üzrə dünya çempionatı keçirilir burada. Yəni dünyanın bir neçə ölkələri iştirak edib burada. Hamısı da məmnuniyyətlə buradan razılıqla yola salınıbdır. Bakı İdman Sarayı Cənab Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının bariz nümunələrindən biridir. Sarayımız idmanın inkişafına töhfə verir və müasir standartlara uyğun şəkildə fəaliyyətini davam etdirir. Bakı İdman Sarayı təkcə idmanın deyil, şəhər memarlığının görkəmli nümunəsidir. Bakı bulvarının kənarında yerləşməsi onu həm idman tədbirlərinin, həm də şəhərin gözəlliyinin ayrılmaz hissəsinə çevirib. Bu möhtəşəm tikili paytaxtın siluetinə zəriflik və möhtəşəmlik qataraq dəniz sahilinə xüsusi rəng qatır. İdman Sarayı həm yerli sakinlər, həm turistlər üçün idman ənənələrinin canlı simvoluna çevrilib. Şəhərin ürəyindəki bu monumental tikili Bakının idman ruhunu əks etdirir. Beynəlxalq tədbirlərin keçirildiyi bu böyük tikili Bakı şəhərinin turizm potensialını artıran əsas faktorlardandır. Turistlər burada yalnız yüksək səviyyəli tədbirlər izləmək imkanı tapmır. Eyni zamanda sarayın bənzərsiz memarlığını və müasir infrastrukturunu yaxından görmək fürsətinə də sahib olurlar. Bakı İdman Sarayı şəhərin inkişaf edən turizm sektorunun bir hissəsi olaraq ölkənin beynəlxalq arenada daha çox tanınmasına kömək edir. Xarici ziyarətçilərə ölkənin idman mədəniyyətini və qonaqpərvərliyini daha yaxşı tanımağa şərait yaradır. Bakı İdman Sarayı əsas zaldan və köməkçi binadan ibarətdir. 2015-ci ildə dövlət başçımızın göstərişi ilə
Bakı İdman Sarayı yenidən qurma işləri aparılmışdır. Standartlara uyğun olaraq bütün avadanlıqlar, tavan örtüyü, fasad örtüklərimiz yenilənmişdir. Demək, 32 min kvadrat metr sahədə ümumi təmir işləri aparılmışdır. Demək olar ki, Bakı İdman Sarayı tam olaraq bütün standartlara cavab verir. Yenidən qurma zamanı tribünalarımızın sayını artırmışdıq və bu da bizim sarayımıza gələn tamaşaçı kütləsinin rahat qarşılanmasına səbəb olmuşdur. Əsas idman zalının döşəməsi müasir yeni taxta örtüklə əvəzlənmişdir. Tamaşaçı yerlərinin sayı 1100-dən 1800-ə qədər artırılmışdır. Binada əlillər və paralimpiyaçılar üçün 6 ədəd müasir lift quraşdırılmışdır. Yüksək komfort təmin edən Bakı İdman Sarayında tribunalar tamaşaçıların tədbiri rahat və yaxşı görməsi üçün mükəmməl şəkildə tərtib edilib. Hər bir sektorda optimallaşdırılmış baxış bucaqları hər hansı bir maneə olmadan tədbiri yaxından izləməsinə imkan verir. Bununla yanaşı, sarayın daxilindəki müasir xidmət sahələri və digər infrastrukturlar tədbir zamanı tamaşaçıların hər ehtiyacını qarşılayacaq şəkildə düşünülür. Sarayın tribunaları təhlükəsizlik tədbirləri baxımından yüksək standartlara cavab verir. Etibar müəllim, bildiyimiz qədər Bakı İdman Sarayında həm idman yarışları, həm də müxtəlif mədəni tədbirlər keçirilir və bunun üçün də yüksək standartlara cavab verən səs sistemləri quraşdırılıb. İstərdim bir qədər bu səs sistemləri haqqında məlumat verəsiniz. Yəni bildiyiniz kimi 2015-ci ildə Bakıda keçirilən birinci Avropa oyunlarına görə Bakı İdman Sarayı əsaslı olaraq təmirə verilmiş və bu təmirdən sonra yüksək standartlara cavab verilən səs avadanlıqları, elektron lövhələr, işıq sistemləri təchiz olunmuşdur. Səs avadanlıqları yeni sarayımızın eskiz layihəsinə uyğun olaraq səs sistemi Amerika Birləşmiş Ştatlarına hazırlanıb və ölkəmizə göndərərək sarayımızda quraşdırma prosesi həyata keçirilmişdir. Ən qabaqcıl müasir standartlara cavab verən səs avadanlıqları sarayımızda təchiz olunub, quraşdırılıb və sarayımızın divarları hətta, yəni xüsusi səs panelləri ilə təchiz olunmuş və örtülmüş və bunun sayəsində səsi dinləyiciyə rahat şəkildə, təmiz bir şəkildə ötürülməsinə köməklik göstərir. Bakı İdman Sarayı Azərbaycanın idman tarixində mühüm məkandır. Belə ki, burada keçirilən beynəlxalq yarışlar ölkəmizi dünya ictimaiyyətinə tanıdı. Peşəkarlara yüksək şərait yaratmaqla yanaşı, həm də Bakı İdman Sarayı idmanın kütləviləşməsinə və sağlam həyat tərzinin təşviqinə töhfə verir. Burada yetişən çempionlar təkcə qələbələrlə deyil, həm də qətiyyətləri ilə cəmiyyətimizə örnək olur. Bakı İdman Sarayı milli idman mədəniyyətimizin simvoluna çevrilərək gələcək nəsillərə ilham verir. Dünya idman arenaları arasında özünəməxsusluğu ilə seçilən Bakı İdman Sarayı burada keçirilən beynəlxalq turnirlər sayəsində ölkəmizə böyük nüfuz qazandırıb. Saray 1-ci Avropa oyunları və İslam həmrəlik oyunları kimi nəhəng beynəlxalq tədbirlərə də ev sahibliyi edərək Azərbaycanı beynəlxalq miqyasda daha da tanıdıb. Bundan başqa, dünyanın ən yaxşı idmançılarının iştirak etdiyi Taekwondo üzrə Afina Olimpiyadasının təsnifat, güləş üzrə Grand Prix turnirlərini buna misal çəkə bilərik. Futsal, basketbol kimi idman çempionatlarının da bu sarayda keçirilməsi ölkənin idman mədəniyyətinin güclənməsinə, gənc nəsilləri idmanla daha yaxından tanış etməyə və azarkeşlərə unudulmaz anlar bəxş etməyə imkan yaradır. Bildiyiniz kimi basketbolun tədbirləri ilə bərabər burada müraciətlərimiz də çox olur. Basketbol Federasiyası burada təlim məşq toplantıları keçir. Uşaqlar müraciət edirlər təlim məşq toplantılarına. Məsələn, 10-12 yaşlılar, 14-15 yaşlılar, gənclər basketbolla məşq olmaq üçün üz tuturlar. Bakı İdman Sarayı'na Basketbol Federasiyası da təşəkkürünü bildirir ki, həmən bu yeniyetmə gənclərlə məşğul olurlar. Həmən uşaqları Bakı İdman Sarayı'na cəlb edirik ki, burada idmançılarımız yetişsinlər, cəlb olsunlar və lazım olan milli komandanın tərkibində Azərbaycanın işləyən bayrağını dalğalandırsınlar.
İdman Sarayının tribunaları yüksək komfort və optimal görünüş imkanı təqdim edir. Hər bir tribunada oturacaq yerləri izləyicilərin rahatlığı nəzərə alınaraq hazırlanıb. Tədbirlərin müxtəlifliyindən asılı olaraq tribunalar asan və funksional istifadə edilir. Zalın hər bir dörd tərəfində yerləşən tribunalar genişləndirilmiş baxış bucaqlarını təmin edir. Bakı İdman Sarayı müasir idman qurğularının bütün xüsusiyyətlərini özündə cəmləşdirir. Yüksək keyfiyyətli və funksional elementlərlə təchiz olunan saray hər cür idman və əyləncə tədbirlərinin mükəmməl şəkildə keçirilməsini təmin edir. Müasir arenada ən son texnologiyalar, işıqlandırma və səs sistemləri ilə tamaşaçı və iştirakçılar üçün maksimal rahatlıq təmin edilir. İdmanın müxtəlif növləri və tədbirlər üçün uyğunlaşdırıla bilən struktura malik saray funksionallığı ilə diqqəti cəlb edir. Bəli, qeyd etdik ki, beynəlxalq yarışlar keçirilir. Bu da ondan irəli gəlir ki, hazırda İdman Sarayımız həm də 2015-ci ildən sonra yenidən qurma işləri aparılır və dünya standartlarına tam cavab verir. Bir qədər də bu haqda məlumat verək ki, burada müxtəlif idman yarışları keçirilir. Hər cür şərait yaradılıb. Bu şəraitlə bağlı məlumat verərdiniz. Bəli, burada olan şəraitə dünya standartlarına uyğun gəlir. Burada nəinki yerli, dünya və Avropa çempionatı, hətta Azərbaycan daxilində federasiyaların, ictimai birliklər, yəni böyük bir yarışların, tədbirlərin keçirilməsində böyük rolu vardı. Elə bunu misal çəkmək olar ki, son zamanlarda Azərbaycan prezidentinin fərmanına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş döyüş növləri festivalı keçirilmişdi. 27 federasiyanın bircə Bakı İdman Sarayında 2000-dən artıq idmançısı iştirak etmişdi. Yeri yarış olsa da yəni böyük kifayət qədər rezonans vermişdi. Onunla bağlı yəni bütün Azərbaycanda keçirilən ən möhtəbər yarışları Bakı İdman Sarayında ev sahibi etməyə qadirdir və yüksək səviyyədə keçməyə bacarığımız, bütün şəraitimiz vardır. Bakı İdman Sarayının infrastrukturu və şəraiti müasir idman komplekslərinin tələblərinə tam uyğun olaraq hazırlanıb. Sarayı əhatə edən geniş park etmə sahələri və nəqliyyat infrastrukturunun mükəmməl əlaqəsi hər kəsin rahat şəkildə məkana daxil olmasını təmin edir. Bu cür yüksək standartlı infrastruktur Bakı İdman Sarayını Azərbaycanın idman və mədəniyyət həyatında əvəzsiz bir mərkəzə çevirir. Bəli, sizin də qeyd etdiyiniz kimi burada müxtəlif tədbirlər keçirilir və xüsusilə də işıqlandırılma sistemi də burada yüksək standartlara cavab verir. Bir qədər də bu haqda məlumat verərdiniz. Yəni işıq sistemləri dövrün yeni LED işıqlara tərcih olunmuş və müxtəlif idman növlərinin keçirilməsi üçün də əlverişlidir. Yəni hər bir idman növünün özünə məxsus işıq sistemi vardır. Yəni bunun üçün də bu baxımdan əlverişlidir. Sarayımızın işıqlandırma sistemi dövrün yeni LED işıqlarla tərcih olunmuşdur və bu işıqlandırılması üçün, necə deyim, müasir ağıllı texnologiya vasitəsilə idarə olunur. Yəni, hər bir idman növünün özünə məxsus işıqlandırması mövcuddur. Yəni, buna aiddir, məsəl üçün, badminton olsun, voleybol olsun, futsal yarışlar olsun, habelə basketbol yarışları olsun. Yəni, bunların özünə aid işıqlandırması mövcuddur. Yəni, bu işıqlandırılması üçün isə həmin o texnologiya vasitəsilə istənilən mövqenin LED işıqlarını yandırıb söndürə bilərik. Bakı İdman Sarayının işıqlandırma sistemi müasir idman və mədəniyyət tədbirlərinin tələblərinə tam cavab verən şəkildə hazırlanıb. Sarayın xüsusi işıqlandırma texnologiyaları həm idman yarışlarının gedişatını aydın şəkildə göstərir, həm də tamaşaçıların gözlədikləri mükəmməl vizual təcrübəni təqdim edir. Yüksək texnologiyalı LED işıqları və yönləndirilmiş spot işıqlar iştirakçıların gözünü yormur. Sarayın xarici işıqlandırılması isə onun vizual cəlbediciliyini gecə saatlarında da qoruyur və kompleksin ətrafını fərqli bir atmosferlə işıqlandırır. Bakı İdman Sarayının səs sistemi həm idman, həm də mədəni tədbirlərin keçirilməsi üçün əlverişlidir. Zalın akustikası elə quraşdırılıb ki, burada hər bir alqış, qələbə sevinci və azarkeşlərin coşqusu hər bir küncdə eyni səviyyədə eşidilir. Bu isə idmançılara həm motivasiya verir, azarkeşlərə isə unudulmaz anlar bəxş edir. Sarayın səs sistemi sayəsində ən gürültülü anlarda belə hər bir səs öz canlılığını qoruyur. Bu isə insanlara xüsusi emosional rəng qatır.
Bakı İdman Sarayının səs sistemi müasir idman komplekslərinin tələb etdiyi yüksək standartlara uyğun olaraq hazırlanıb. Sarayın səs sistemi bütün arena boyunca hər bir nöqtəyə bərabər səsləndirmə imkanı təmin edir. Xüsusi olaraq dizayn edilmiş akustik strukturlar və inkişaf etmiş səs avadanlıqları hər cür tədbirdə mükəmməl səs keyfiyyətini təmin edir. İdman yarışları, konsertlər və digər mədəni tədbirlər zamanı səsin düzgün və aydın ötürülməsi iştirakçıların və tamaşaçıların rahatlığını artırır. Yarışların keçirilməsi üçün bütün imkanlarımız vardır. Yəni zalımız göz qabağındadır, şəhərin mərkəzində olunur. Yəni aşağıda olan bütün şəraitlərimiz idmana aid olan kompleksdə, yəni federasiyaların istər dünya və beynəlxalq yarışların keçirilməsi üçün lazım olan bütün şəraitimiz vardır. Gəlin bir qədər onları sadalayaq mümkünsə. Əsasən burada keçirilən yarışlarda əsasən böyük arenadan istifadə olunur. Böyük arenada da istifadə olunan tamaşaçılarımızı bilirsiniz 2000-ə yaxın tamaşaçı tutur və əsasən soyunub geyinmə otaqlarında beynəlxalq standartlara uyğundur. Yəni əsasən bilirsiniz yarışların keçirilməsi isinmə otaqlarımız aşağıda olur. İsinmə otaqlarına görə duş şəraitimiz yüksək səviyyədədir və isinmə otaqlarına da yuxarıdakı keçirilən yerli və beynəlxalq istər yarışlarda tam cavab verir və buna əminliklə deyə bilərik ki, bütün yarışlar yüksək səviyyədə keçirilir burada. Binamızda bütün avadanlıqlarımız yeni texnologiyalarla təchiz edilmişdir. Hal-hazırda binamızda isitmə, soyutma sistemləri mükəmməl şəkildə işləyir. Yeni təchiz olunmuş avadanlıqlardır. VIP qonaqlar üçün, mətbuat işçiləri üçün otaqlar nəzərdə tutulmuşdur. Bakı İdman Sarayının memarlığı öz dövrünün üslubunu əks etdirən sənət nümunəsidir. Sadə və elegant xətləri ilə şəhərin palitrasına müasirlik qatan İdman Sarayı həm də funksionallıq ilə seçilir. Geniş və işıqlı interyeri burada müxtəlif növ tədbirlərin keçirilməsinə şərait yaradır. Bakı İdman Sarayı idman tədbirləri ilə yanaşı olaraq başqa tədbirlərin, mədəni tədbirlərin keçirilməsi üçün də hər bir şərait yaradır. Bunu misal gətirərək bizdə Bakı İdman Sarayında TİK, konsert proqramları, dövlət tədbirləri, konferanslar, bu şəkildə tədbirlər də keçirilir. Bakı İdman Sarayı müxtəlif vaxtlarda yerli və beynəlxalq yarışlara ev sahibliyi etmişdir. Bu da o deməkdir ki, kompleksin müasir standartlara cavab verir. Bakı İdman Sarayı hal-hazırda Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərir və idmana öz töhfələrini verir. Ümumiyyətlə, ölkəmizdə hazırda idmana xüsusi diqqət və qayğı göstərilir və yeniyetmələrimiz artıq idmanın inkişafı üçün müəyyən töhfələr verir. Bəs Bakı İdman Sarayına gələn yeniyetmələrin idmanın inkişafına töhfə verilmələri üçün hansı şəraitlər var? Hal-hazırda Bakı İdman Sarayında Basketbol Federasiyasının, yəni demək olar ki, milli komandamız burada fəaliyyət göstərir. Yəni uşaqlar, yeniyetmə, gənclər, bütün müxtəlif yaş kateqoriyalarında yarışlar, məşqlər keçirilir və seçim oyunları keçirilir, yerli və beynəlxalq yarışlar keçirilir və onunla bərabər həm də sarayımızda futsal oyunları keçirilir, çempionatları keçirilir. Yaxınlarda futsal üzrə Avropa çempionatı gözlənilir. Bakı İdman Sarayı həmin futsalın Avropa çempionatında ev sahibliyi edəcəkdir. İnşallah çalışacağıq ki, onu da adımıza layiq yüksək səviyyədə keçirək və məmnun olsunlar. Bakı İdman Sarayının təhlükəsizlik sistemi idarə olunan qabaqlayıcı və peşəkar əsaslar üzərində qurulub. Burada təşkil olunan istənilən tədbir, istər beynəlxalq idman yarışı, istər konsert, istərsə də konferans, izləyicilər, idmançılar və təşkilatçılar üçün maksimum təhlükəsiz şəraitdə həyata keçirilir. Bu sistem həm sarayın funksional gücünü, həm də Azərbaycanın böyük tədbirlərə ev sahibliyi etməyə hazır olduğunu sübut edir. Müasir təhlükəsizlik sistemləri ilə təchiz olunan Bakı İdman Sarayında bütün tədbirlər yüksək səviyyədə təşkil edilir. Burada fəaliyyət göstərən təhlükəsizlik xidməti hər hansı baş verəcək problemin qarşısını dərhal almağa qadirlər. Belə ki, bu da bura üz tutan tamaşaçıların və idmançıların təhlükəsizlik səviyyəsini təmin edir.
Sarayımızda təhlükəsizlik xidməti yüksək səviyyədə təşkil olunmuşdur. Binamızda hal-hazırda 74 kamera müşahidə kameraları yerləşdirilib ki, hansı ki bu kameralar vasitəsilə bizim mühafizə heyəti binamızı 24 saat ərzində giriş və çıxış qapılarında müşahidə aparırlar. Bununla əlaqəli olaraq yanğın mühafizə sistemlərimiz də yüksək səviyyədə avadanlıqlarla quraşdırılmışdır. Binamızda hal-hazırda yanğın sistemləri mükəmməl şəkildədir. Bakı İdman Sarayı təkcə idman arenası deyil, həm də şəhərin simvollarından biridir. Bu möhtəşəm tikili həm idman sevərlərin, həm də mədəniyyət həvəskarlarının əvəz olunmaz məkanıdır. Bugünkü verilişimizdə İdman Sarayının bütün xüsusiyyətlərinə nəzər saldıq. İdman, memarlıq, təhlükəsizlik və mədəniyyət hər biri ayrılıqda mükəmməldir. Hər zaman olduğu kimi Bakı İdman Sarayı təkcə yarışları deyil, hələ gələcəkdə çox unudulmaz anlara şahidlik edəcək.